Salam, sabahınız xeyir olsun, hörmətli tamaşaçılar. Dünya Mətbəxi rubrikası efirdədir. Bu dəfə xüsusi buraxılış ilə qarşınızdayıq. Çünki mövsümə uyğun sərinləşdirici içkilər hazırlayacaq. Rubrikamızın bu dəfəki qonağı Kap Coffee Shoplar şəbəkəsinin baristası Aynur Qədimovadır. Aynur xanım, sabahınız xeyir. Sabahınız xeyir. Bugün biz nə hazırlayacaq? Bugün biz alternativ kofe növlərindən olan cina hazırlayacağıq. Bildiyimiz kimi espressodan başqa digər bütün içkilər, kofelər alternativ hesab olunur. Məsələn, içdiyimiz Türk kofesi olsun və yaxud French press, Chemex, Aeropress V60. Bunların hamısı alternativ kofe siyahısına daxil olur. Bəli, hörmətli tamaşaçılar, bugün kofeni xüsusi cina üsulu ilə hazırlayacaq. İngredientləri sadalayaq. Bizdə burada masanın üzərində filtr kağızı var, kofemiz, isti su və buz. Kofenin gördüm ki, üzərində yazılıb Efiopiyaya məxsusdur. Bəli. Bu xüsusi növ sayılır. Bəli. Adı necədir növün, yoxsa bilmirsən? Ümumiyyətlə, bu Efiopiya Tedessadır. Bunun dad notlarında turşluq daha ön planda olur. Turş olur. Albalı dadları, şokolad dadları, tropik meyvələr daha ön planda olur. Və bunun Amerikanodan, espressodan fərqi daha rahat hazırlanmasıdır və belə deyim, daha yumşaq tonlarda dad notlarında olmasıdır. Bəli, bildiyiniz kimi bütün dünyada Efiopiya kofesi ilə məşhurdur. Elə biz də bugün xüsusi hazırlanma üsulunu sınaqdan keçirdəcəyik. Elə isə hazırlanmasına keçid edək. Edək. Artıq hazırdır. İstəyirsiniz, siz dadına baxın. Təşəkkür edirəm. Dadına baxırıq. Füsunkar dadı var və Aynur xanım, siz rubrikanın əvvəlində vurğuladınız ki, Efiopiya kofesi xüsusi turş dad olur. Eynən, yəni təsvir etdiyiniz kimi var. Belə hörmətli tamaşaçılar, Dünya Mətbəxi rubrikası artıq sona çatdı. Gələn buraxılışda görüşərik. Hələlik.